Biz bildik ki biz necə də əzəmətli günlərdəyik. Yəni mömin üçün böyük bir mövsumdur. Necə ki tacirlər neçə vaxtlar gözləyirlər ki, onların bir ticarət mövsumu gəlsin. Yay gözləyirlər. Hər tacirin bir mövsumu var. Bizim də ki bu mövsumlardan biri idi. Gəlib də elhamdülillah və bunu da qardaşlar, yəni istifadə eləyən bundan. Necə tacirlər var gücləri ilə, var qüvvətləri ilə onların sezonu gəlir, mövsumu gəlir, neynirlər, çalışırlar ki azuqa yığsınlar və yaxud nə daha da elə bil ki, çox qazanc əldə eləsinlər. Və bizim də qazanc vaxtımızdır, qazanc günlərimizdir, çox böyük. Sözsüz ki, bütün il boyu, yəni mömin üçün qazanc yığılan günlərdir, axirət üçün. Amma bu günləri Rəbbimiz bizə rəhmət olaraq verib ki, bizə əlhəmdə daha da elə bil ki, əməllərimiz bir neçə qata vurulur, əlhəmdə. Bu da Allah subhanahu wa ta'alənin rəhmətindəndir bizim üçün. Rəbbimizə şükürlər olsun. Allah subhanahu bizi müvəffəq edib bu günlərə. Yəni qardaşlar, bu günləri beləsinə buraxmayın. Yəni Allahın izni ilə, yəni bu günlərdə istifadə edən, yəni bu günləri zikirlə, ibadətlə keçirən qardaşlarım, Allah subhanahu wa ta'ala hər birimizi müvəffəq eləsin. Və Rəbbimizdən diləyirəm ki, bütün sevdiyi əməlləri Rəbbimiz müvəffəq eləsin və Allah subhanahu bizi daim xeyir tövsiyə eləyib və xeyrə, bir-birimizi yəni xeyrə yönəldən qullarını eləsin. Necə ki, qardaşlar, İbn Ütheymin rahmeullah təala deyir ki, bu günlər çox əzəmətli bir günlərdir. Necə bilirsiniz ki, yəni Zülhiccənin ilk 10 günü. Amma insanlar deyir, çox bu günlərdə qəflət içindədirlər. Onlar yəni çox qəflət içindədir və bu günlərdə heç bir şey yəni artırmırlar. Elə necə də var idilər, elə də qalırlar. Nə Quran oxumağı artırmırlar, nə ibadətlərində, yəni başqa ibadətlərdə Quran oxumaqdan, sözsüz Quran oxumaq da ibadət sayılır. Və hətta Allah subhanahu wa ta'aləni yəni ucaltmaqda belə artırmırlar. Yəni təkbirətlər, dillə olan zikri belə. Ona görə qardaşlarım, bu günlərdə əlhamdülillah zikirləri necə ki qeyd elədiyi ibadətləri artırmaq, xüsusən də ki təkbiratları. Çünki necə ki biz bilirik, əlhamdülillah bugünkü gündə ən əzəmətli ibadətlərdən sözsüz biz dedik qardaşlar, həcdir və həmçində ki oruç tutmaqdır. Və sonra zikirlərin içində də ki, necə ki İbn Qayyim rahmehullah təala Mədarüs Səlikin kitabında deyir, şək şübhə yoxdur ki, bu ən gözəl və ən əfsəl günlərdir. Və bu günlərdə deyir, ibadətləri deyir, artırmaq lazımdır. Deyir, şəksiz şübhəsizdir ki, təkbir və təhlil, yəni təkbir Allahu Ekberdir və təhlil la ilahe illallahdır. Həmçinin təmhid isə elhamdülillahdir. Bu deyir, ən əfsəldir, ibadətlərdən sayılır. Hətta yəni cihaddan belə. Ona görə qardaşlar, bu günləri zikirsiz qoymayan, daha çox zikr eləyən, daha çox faydalanan Allah subhanahu izni ilə.